ümumiyyətlə iti gəzdirəndə və yaxud da təlimə çıxanda çalışın ona motivasiya verə biləcək nələrsə üstünüzdə gəzdirin. Bu top ola bilər, yem ola bilər. Misal üçün mən yem gəzdirəm və hər hansısa bir gödəkçə və yaxud da çantanın içində yemlərdən götürə bilərsiniz və doğru hərəkətlər eləyəndə, it sizin istədiyiniz reaksiyaları verəndə ona dərhal mükafat vermək lazımdır. Hansı ki gözləyir, misal üçün, və bunun doğru olduğunu biz ona aşılayırıq. Yəni o fikir də, diqqəti də bizdə olur. Və görürsünüz, sizlə danışıram, kameraya danışıram, ancaq itin fikri məndədir. Niyə? Çünki o qədər alışdırmışam ki, və bunu pozitiv doğrulama eləyirəm. Daim diqqəti məndədir. Yəni sizdə belə olmasa belə ən azından əlinizdə yem olsun. İstədiyiniz komandaları verəndə və yaxud da kimləsə danışdınız, misal üçün qutardınız, it rahat yanıbdır. Proses bitəndən sonra mükafatını verin. Vəssalam.